Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Biz bu günlər ağırlıq qüvvəsi və çəkim mövzusunun tapşırıqlarına, yəni öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın. Tapşırıqlarını yerinə yetirəcək. İndi biz başlayırıq öyrəndiklərinizi tətbiq edin. Öyrəndiklərinizi tətbiq edində birinci sual belədir. Yer kürəsi Günəş ətrafında bir il ərzində bir tam dövr edir. Yerə təsir edən qüvvələrin əvəzləyicisinin sıfırdan fərqli olduğunu demək olarmı? Cavabınızı əsaslandırın. Biz deyək ki, yer Günəş ətrafında fırlanır. Bu Günəş və onun ətrafında isə dövr edən nədir? Yer var. Biz bilirik ki, Günəş ətrafında təkcə yer yox, başqa planetlər də var. Deməli, Günəş yeri cəzb edir. Təkcə yerə təsir edən qüvvələr Günəş tərəfindən yox, başqa planetlər tərəfindən də. Və yer Günəş ətrafında bir il ərzində bir tam dövr edir və bu dövr ildən ilə fərqli qiymətlər almır. Yəni, eyni bir qiymət alır. Yəni, belə deyə bilərik ki, yer Günəş ətrafında bərabər sürətlə fırlanır. Biz də demişdik ki, Newtonun birinci qanununda əgər cisim bərabər sürətlə hərəkət edirsə, ona təsir edən əvəzləyici qüvvə sıfıra bərabər sıfırdır. Burada da Günəş yer ətrafında, Günəş ətrafında bərabər sürətlə fırlanırsa, əvəzləyici qüvvə sıfıra bərabərdir. Ancaq bu demək deyil ki, yerə Günəş tərəfindən qüvvə təsir edilmir. Yox, Günəş tərəfindən yerə təsir edən qüvvə var və cazibə qüvvəsidir. Bundan başqa yerə digər planetlər tərəfindən də, başqa göy cisimləri tərəfindən də, ay tərəfindən də qüvvə təsir etdiyinə görə bu qüvvələr bir-birini tarazlaşdırıb əvəzləyici qüvvə sıfıra bərabər olur. Burada bizə sual verir ki, əvəzləyici qüvvə sıfırdan fərqli olduğunu demək olar. Xeyr, deyə bilərik ki, əvəzləyici qüvvə sıfıra bərabərdir. İkinci sualımızda isə belədir. Şagirdin əlində tutduğu çantaya hansı qüvvə təsir edir? Həmin qüvvələrin qüvvə diaqramını tapın. Biz bilirik ki, cismə yer tərəfindən cazibə qüvvəsi təsir edir. Həmin o cazibə qüvvəsi də ağırlıq qüvvəsidir. Deməli, çantanın tam ağırlıq mərkəzinə, tam ortasına yer tərəfindən ağırlıq qüvvəsi nədir? Təsir göstərilmiş olur. Və bundan başqa havada da deməli Arximed qüvvəsi var. Yəni cisimə hava tərəfindən də əksinə bir dənə Arximed qüvvəsi təsir edə bilər. Təsir edir daha doğrusu. Və diaqramında çəkdik. Ağırlıq qüvvəsi aşağı, Arximed qüvvəsi isə yuxarı göstərmiş olur. Sonra üçüncü sual. Üçüncü sual belədir. Masa üzərində kitabın çəkisi 5 Newton, buna təsir edən ağırlıq qüvvəsi 5 Newton və masanın reaksiya qüvvəsi 5 Newtondur. A variantında kitaba təsir edən qüvvələrin qüvvə diaqramını qurun və əvəzləyici qüvvəni tapın. Deyək ki, bu bizim masamızdır. Bu da onun üzərində olan kitabdır. Və deyir ki, qüvvə diaqramını çəkin. Qüvvə diaqramında ağırlıq qüvvəsi cismin tam ortasına, yəni ağırlıq mərkəzinə təsir göstərir və aşağı doğru yönəlir. Bu, ev ağırlıq qüvvəsidir. Sonra və reaksiya qüvvəsi. Reaksiya qüvvəsi cisimə tətbiq olunur və yuxarı yönəlir N-dir. O da bərabərdir 5 Newton. Ağırlıq qüvvəsidir 5 Newtondur. Ancaq çəki isə cisimə yox, dayağa təsir göstərir və yaxud da askıya. Cisim dayaq, yəni masa üzərində olduğuna görə burada çəki, bax belə bir şəkildə göstərir. Yəni, bax bunun çəkinin tətbiq nöqtəsi masanı göstərir. Burada çəki də P hərfi ilə işarə olunur, o da 5 Newtondur. Yəni, bu çəki, yaşıl qüvvə çəki, qırmızı qüvvə, bax bu ağırlıq qüvvəsi görürsünüz, cismə tətbiq olunur. Ona görə qüvvənin tətbiq nöqtəsi də nöqtə şəklində göstərir. Görürsünüz, burada cisim üzərində qoyulur. Reaksiya qüvvəsi də cismə tətbiq olunur, o da 5 Newtona bərabərdir.
A variantımızın sualı budur. Deyir ki, B variantında masanın kütləsi 6 kiloqram olarsa, ona təsir edən qüvvələrin qüvvə diaqramını qurun və əvəzləyici qüvvəni tapın. İndi isə bizə masanı verir. Masaya təsir bu çəkək burada. Bu A variantıdır. Bu isə B variantıdır. Bu bizim masamız. Masa üzərində bir kitab. Deməli, burada nədir? Burada masaya ağırlıq qüvvəsi təsir edir. Bax, bu masanın ağırlıq qüvvəsi var. Ondan sonra cisim kitab tərəfindən, yəni masaya göstərilən bir çəki var. Çəki, buna və yaxud da tərcih qüvvəsi deyə bilərik, çəkisi var. Sonra masanın kitaba göstərdiyi bir nədir? Reaksiya qüvvəsi də vardır. Burada əgər masa, burada bizim şəklimizdə sükunətdədir, hərəkət eləmir. Yəni, cisim sükunətdə olduğuna görə ona təsir edən ağırlıq qüvvəsini də hesablaya bilərik. Ancaq bizə burada şərtdə göstərilmir, yəni bizdən soruşulmur. Bizdə soruşuldu ki, masaya təsir edən qüvvələrin diaqramını qurun və əvəzləyici qüvvəni tapın. Masa sükunətli olduğuna görə əvəzləyici qüvvə 0-a bərabərdir. Əvəzləyici qüvvə 0-a, bu da isə qüvvə diaqramlarıdır. İndi isə gəlirik öyrəndiklərinizi yoxlayın. Öyrəndiklərinizi yoxlayın da belə, birinci sual belədir. Ağırlıq qüvvəsi nəyə deyilir və hansı düsturla hesablanır? Bu bizim dərsliyimizdə verilib və düsturda var. Ağırlıq qüvvəsi cismin, yer və yaxud da başqa planet tərəfindən cismə təsir edilən qüvvədir. Yəni, yer və yaxud da başqa planet tərəfindən cismə tətbiq olunan qüvvəyə ağırlıq qüvvəsi deyilir. Ağırlıq qüvvəsinin düsturu F ağırlıq bərabərdir mg-dir. Yəni, ağırlıq qüvvəsi yer və yaxud da başqa planet tərəfindən cismə tətbiq olunan qüvvədir. 2. Astronavtın yer kürəsindən apardığı çəkicin kütləsi aydakı kütləsinə bərabərdirmi? Çəkicə yerdə və ayda təsir edən ağırlıq qüvvəsini necə hesablamaq olar? Kütlə dəyişmir, cismin ədalətliyini təmin edir, ədalətliyini ifadə edir. Kütlə M bərabərdir, rho Brus'un V düsturu ilə hesablanır. Yəni, çəkic yerdən aya getsə, nə onun sıxlığı, nə də ki, həcmi dəyişmir. Ona görə də çəkicin yerdəki və aydakı kütləsi, yəni yerdə və aydakı kütləsi bir-birinə bərabərdir. Ancaq ağırlıq qüvvəsinin düsturu F bərabərdir, mg düsturu ilə hesablanır. Burada kütlə dəyişmir, ancaq həm yeri üçün, həm də ay üçün J sərbəst düşmə təcili adlanır ki, bu da fərqli qiymətlər alır. Yer üçün 10 metr böl saniyənin kvadratı qiyməti götürülür. Ay üçün, əgərləri səhv eləmirəmsə, bunu yəni cədvəllərdə verilir, 1 metr böl saniyənin kvadratına bərabərdir. Yəni, bu yeri üçündür, bu ay üçündür. Burada biz görürük ki, sərbəst düşmə təcili yerdə və ayda fərqli qiymət aldığı üçün ağırlıq qüvvəsi də yerdə və ayda çəkic üçün fərqli qiymətlər alacaq. Məsələn, çəkicin kütləsini 2 kiloqram götürsək, yerdə biz hesablayacaq ki, mg yer 2 vurulsun 10 eləyəcək 20 Newton. Yəni, yer tərəfindən çəkicə təsir edən ağırlıq qüvvəsi 20 Newton. Ayda isə mg ay 2 vur 1,6 yazsaq, eləcə 3,2 Newton. Yəni, yerdə
cismə təsir edən ağırlıq qüvvəsi 20, ayda təsir edən qüvvə isə 3,2 Newtondur. Yəni, burada sərbəst düşmə təcrübəsinin qiymətlərini əzbərləmək ehtiyac yoxdur. Cədvəldə məsələ həllində verilmiş olur. Üçüncü sualımızda isə bizə deyilir ki, ağırlıq qüvvəsinin ağırlıq qüvvəsi ilə çəkicinin iki oxşar və bir fərqli cəhətləri hansılardır? Biz burada ağırlıq qüvvəsini və çəkici üçün Venn diaqramından istifadə edərək oxşar və fərqli cəhətlərini yazaq. Bura biz yazırıq ağırlıq qüvvəsi, F ağırlığı, şərt işarə ilə yazıram. Bura yazıram oxşar xassəsi, bura yazıram isə çəki. Bura çəki yazdım. İndi isə biz onun oxşar və fərqli xassələrini yazırıq. Birinci biz deyir ki, iki oxşar xassəsini yazırıq. Birinci, yəni bura bir, oxşar xassələri bir. Həm ağırlıq qüvvəsi, həm çəki vektorial cəmiyyətdir. Vektorial cəmiyyətdir. İkinci, yenə 2. Buraya yazırıq 2. Yəni oxşar cəhətləridir. Həm çəki, həm ağırlıq qüvvəsi vektorial cəmiyyətdir. Hər ikisi qüvvədir. Ağırlıq qüvvəsi yer tərəfindən, yerin cazibə nəticəsində cismə tətbiq olunan qüvvədir. Çəki isə bu cazibənin təsiri ilə cismin dayaq və ya askıya təsir etdiyi qüvvədir. Yəni, hər ikisi qüvvədir. Qüvvənin də vahidi Newtondur. Yəni, vahidi Newtondur. Buraya yazıq 2. Bundan başqa bir oxşar xassədə yaza bilərik. Məsələn, qüvvə vahidi Newtondur. Ölçü cihazı nədir? Dinamometrdir. Dinamometr. Yəni, biz ağırlıq qüvvəsini və çəkini də dinamometrlə ölçə bilərik. Ağırlıq qüvvəsi və çəkinin fərqli xassətləri yazır. Ağırlıq qüvvəsi yazılır bura 4, cismə tətbiq olunur. Cismə tətbiq olunur. Çəki isə dayaq və ya askıya tətbiq olunur. Dayaq və ya askıya tətbiq olunur. Bir fərqli xassələrini yazdıq. Başqa bir fərqli xassələrini də yaza bilərik. Ağırlıq qüvvəsi heç vaxt 0 olmur, ancaq çəki 0-a bərabər ola bilər. Çəki artıb azala bilir, ancaq ağırlıq qüvvəsi dəyişmir. Yəni, bizə bir fərqli xüsusiyyətin soruşduğuna görə bir dənə xüsusiyyətin yazdıq. Dördüncü sual. Üfüqi səthdə sükunətdə olan islanmış odun günəş istisində quruyub. Quruduqdan sonra onun kütləsi 0,8 dəfə, ona təsir edən ağırlıq qüvvəsi 20 Newton azalıb. Odunun yaş və quru halda kütləsini və ağırlıq qüvvəsini tapın. Hər iki halda ona təsir edən qüvvələrinin qüvvə diaqramını qurun. Deyir ki, bizə quru odun kütləsini 0,8 dəfə azaldılıb. Dördüncü, yazırıq M2 bərabərdir. 0,8 dəfə azaldıbsa, 0,8 azalandan sonra yerdə neçə qalıb? 0,2. 0,2-sin, yəni 0,8 dəfəsin itirib, yerdə nə qədər qalıb? 0,2 kiloqram. Yəni, ikinci halda kütləmiz birinci halda kütlənin 0,2 hissəsinə bərabərdir. Sonra isə burada isə ağırlıq qüvvəsi 20 Newton azalır. Qüvvə isə ikinci qüvvəmiz
F1 çıxılsın 20 Newtondur. 20 Newton. Aha, belə yazılır. Biz də bilirik ki, ağırlıq qüvvəsinin düsturu F bərabərdir mg'dir. Yəni biz burada bilirik ki, qüvvə ilə kütlə düz mütənasibdir. Onda biz belə yaza bilərik. F1 bölü F2 bərabərdir M1 bölü M2. F1'i biz bilmirik, yaza bilərik F1. F2'nin yerinə yazarıq. F1 çıx 20 bərabərdir M1 bölü 0,2 M1. Bunlar ixtisar gedir. Vurmada ixtisar gedir. Çarpaz qurulur. 0,2 F1 bərabərdir F1 çıx 20. 20 bərabər olur 0,8 F1'ə. F1'imiz də bərabər olur 20 bölü 0,8. Yəni 200 bölünsün 8. O da verir bizə 25 Newton. Yəni birinci halda ona təsir edən ağırlıq qüvvəsi 25 Newtondur. Və bizə deyir ki, ağırlıq qüvvəsi, bax burada bizə verilmişdir. Ağırlıq qüvvəsi 20 Newton azalır. Onda biz F2'ni tapsaq, yəni F1 çıx 20, o da eləyəcək 25 çıx 20, eləyəcək 5 Newton. Yəni birinci halda ağırlıq qüvvəsi 25, ikinci halda ağırlıq qüvvəsi 5 Newton. Ağırlıq qüvvələrini bildiksə, biz kütləni də tapa bilərik. F bərabərdir nədir? mg. Yazırıq ki, F1 bərabərdir M1G. F1'i verib bizə 25 bərabərdir M1 və yerdə sərbəst düşmə təcilini 10 götürürük. 10. M1 bərabərdir 25 böl 10. Elədi 2,5 çıxarır. M2'ni tapanda yenə F2 bərabərdir M2 vur J. F2 5'dir. 5 bərabərdir M2 vur 10. M2 bərabərdir 5 böl 10. O da eləyəcək 0,5 kiloqram. Ancaq burada şərtdə belə bir, burada mənə gəlir ki, səhvlik var. Azalma deyəndə heç vaxt, azalma yəni 0,8 dəfə azalma sözü burada biraz yanlışdır. Çünki azalma deyəndə biz bilirik ki, ədəd artır, azalır. Məsələn, 2 dəfə artıq deyiriksə, yazırıq M1 vur 2. Azalma deyiriksə, M1 bölünsün 2 yazmalıyıq. Əgər belədir, yəni 2 dəfə artır, 2, bu şərtdə belədir, 2 dəfə artır, yəni burada isə 2 dəfə azalır. Bax, bu azalır. Azalır. Yəni, oxun aşağı olması azalma, yuxarı olması artma deməkdir. Ancaq bizdə burada şərtdə verib 0,8 dəfə azalır. Burada biz bu şərtə uyğun yazsaq ki, M1 böl 0,8, bu 10 M1 böl 8, o deyilir 1,125. Yəni, onda bizə belə çıxır ki, kütlə artıb, ancaq ağırlıq qüvvəsi azalır. Axı, biz də dedik, axı, dərsdə öyrəndik ki, ağırlıq qüvvəsi kütlə ilə düzdür. Necə ola bilər kütlə azalır, ağırlıq qüvvəsi isə kütlə belə buradan çıxır ki, artır, ağırlıq qüvvəsi azalır. Burada şərtdə məncə səhvlik var. Səhv belə olmalıymış ki, 0,8 hissəsin əslində şərtdə əgər 0,8 dəfə azalıbsa, onda belə çıxır 1,125 dəfə artır. Burada məncə şərti belə demək istəyib ki, 0,8 hissəsi itirib. 0,8 dəfə yox, 0,8 hissəsini itirib. Belə yazılmalıydı. Çünki biz elə yazanda düz çıxır. Yox, əgər 0,8 dəfə azalıb sözü ilə yazsaq, onda belə çıxır ki, kütlə 1,125 dəfə artmalıdır. Burada nəsə şərtdə səhvlik var, yəni diqqətinizə çatdırdım. Məsələni həll eləyəndə mən burada 0,8 dəfə artma yox, 0,8 vahidin, yəni 0,8 hissəsini itirib belə götürdüm, həll elədim. Yoxsa 0,8 dəfə azalıb kimi oxuyub, tətbiq eləsək, məsələdə səhvlik alınacaq. Diqqətinizə çatdırın. Burada 0,8 dəfə yox, yəqin ki, 0,8 hissəsini itirib. Belə yazılmalıymış.
Ümumiyyətlə sizə deyim ki, artmada həmişə vurulmalıdır, azalmada isə həmişə bölünməlidir. Məsələn, biz deyirik ki, kütlə 3 dəfə artır. Onda yazırıq. M2 bərabərdir. 3 vur M1. Yox, deyirik ki, kütlə 2 dəfə azalır. Onda belə yazırıq. M2 bərabərdir. M1 böl 3. Yəni 3 dəfə azaldı. Yəni bu bizə azalmanı göstərir. İndi azalmada, indi ola bilər ki, artmada biz belə deyirik. Məsələn, kütlə 2 dəfə 2,5 dəfə artır. Yazırıq, yəni M2 bərabərdir M1 vur 2,5. Yazırıq, məsələn, kütlə 3,6 dəfə azalır. Onda yazırıq, M2 bərabərdir M1 böl 3,6. Burada yenə deyirəm, məsələ şərtində dəfə yox, hissə söz olmalı. 0,8 hissəsini 0,8 dəfə ilə deyiləndə alınmır. 0,8 dəfə götürsək, onda belə çıxır ki, 1,25 dəfəyə artmalı. İndi isə keçirik 5-ci suala. 5-ci sualda, bunun sualın qüvvə diaqramını yazmadıq. İndi isə qüvvə diaqramını çəkək. Üfüqi səthdə olan bu üfüqi səthdir. Bu da bir odun parçasıdır və odun parçasına təsir edən qüvvələri çəkək. Odun parçasına təsir edən ağırlıq qüvvəsi, F ağırlığı. Sonra bunun səthdə göstərdiyi çəki baxın, dayağa tətbiq olunur. Ancaq ağırlıq qüvvəsi cismə tətbiq olunur. Ona görə cismin özündən çəkdik. Sonra buna cismə dayaq tərəfindən reaksiya qüvvəsi tətbiq olunur. Bax, bu qədər. Qüvvə diaqramında çəkdik. Sonra 5-də bizə deyilir, şagird cismi dinamometrlə bağlayaraq ağırlıq qüvvəsini ölçür. Daha sonra dinamometr onun əlindən düşür. Cisim və dinamometr döşəməyə çatana qədər dinamometrin göstəricisi nəyə bərabər olar? Şagird dinamometri bağlayır və ağırlıq qüvvəsini ölçür. Deyək ki, 5-ci sualımız belədir. Bu bizim dinamometrimiz, dinamometrin yayı. Bu, ona bağlanmış hər hansı bir cisimdir. Və burada o dinamometr deyək ki, məsələn üçün 3 Newtonu göstərir. Yəni, cismə təsir edən ağırlıq qüvvəsi 3 Newtona bərabərdir. Dinamometr burada cismə həm təsir edən ağırlıq qüvvəsini ölçür, həm də ki, çəkisini ölçür. Yəni, çəkisi də 3 Newtondur, ağırlıq qüvvəsi də 3 Newtona bərabərdir. Əgər cismin biz belə hala götürək, yəni sadələşdirilmiş halına götürək. Əgər cismin aşağı, yəni döşəməyə düşənə qədər eyni təcillə, yəni sərbəst düşmə təcili ilə düşərsə, biz bilirik ki, cisim sərbəst düşmə təcili alırsa, sərbəst düşmə təcili alanda cisim çəkisizlik halında olur. Yəni, ona təsir edən əvəzləyici qüvvə, daha doğrusu cisim çəkisizlik halında olur. Yəni, cisim dayağa və ya askıya heç bir qüvvə təsir göstərmir. İndi dinamometrdə bağlanmış cisim döşəməyə düşənə qədər dinamometrin göstərişi biz dedik təqribən 3 Newtonu göstərir. 3 Newtondan fərqli bir qiymətlər alacaq. Sıfıra bərabər də ola bilər bu göstəriş, sıfırdan fərqli qiymətdə ola bilər. Biz belə bir hala baxaq. Əgər bizim birinci hal üçün, əgər biz desək ki, cisim sərbəst düşürsə,
Yəni burada havanın heç bir müqavimət qüvvəsi, yəni havanın cismə göstərdiyi ağırlıq qüvvəsi nəzərə alınmasa, sərbəst düşən halda cismin çəkisi sıfıra bərabər olur. Cismin çəkisi sıfıra bərabər olduğuna görə biz də dedik ki, dinamometr cismin çəkisini ölçür, dinamometrin də göstərişi sıfıra bərabər ola bilər. Yəni bu sıfıra bərabər ola bilər. Yox, əgər biz cismə təsir edən havanın müqavimət qüvvəsini, havanın arximet qüvvəsini nəzərə alsaq, onda cismin çəkisi sıfırdan fərqli qiymət alacaq, ancaq 3 qiyməti də azmayacaq. Və sadəcə sıfıra yaxın, hardasa məsələn 0,3, 0,8 təqribən belə bir qiymət almış olacaq. İki şərtdən asılı ola bilər. Əgər birinci şərtdə heç bir qüvvəni nəzərə almırıq, cisim sərbəst düşdüyünü götürdük. İkinci halda isə fərqli, yəni müqavimət qüvvəsini, arximet qüvvəsini nəzərə almış oluruq. Birinci halda çəki sıfıra bərabər olacaq, çünki çəkini dinamometr çəkinin qiymətini göstərir. Çəki sıfır olduğuna görə dinamometrin göstərişi sıfır olacaq. İkinci halda isə fərqli qiymət alacaq. Bu qədər.